Hər kəsə salam əziz izləyicilərimiz və növbəti potensial iştirakçılarımız. Mən Kamil Vəlicanov, siz Biznes TV-də pul gətirər verilişinə baxırsınız. Üzərinizdə nə qədər nağd pul var? Üzərinizdə nə qədər nağd pul var? Üzərinizdə nə qədər nağd pul var? 60, 61, 62, 63. Bu şəhərdə hamı pul qazanmaq istəyir. Biz isə bugün küçədə pul paylayırıq. Uduş məbləğini təqdim edək. Buyurun. Şərtlərimiz çox asandır. Üstündəki nağd pulu bizə deyirsən, 2 sualımıza doğru cavab verirsən və bizdən üzərindəki qədər pul qazanırsan. Hər sualımızın 5 variantı var. A, B, C, D və K variantı. K variantı isə Kamilin variantlarıdır. Onu da seçə bilərsiniz. Üzərinizdəki nağd pulun miqdarı suallarımızın çətinliyini bəlirləyir. İndi isə gəlin gedək baxaq. Görək kimin üstündə nə qədər nağd pul var. Gəl. Pul gətirər. Pul gətirər. Dostlar salam. Üzərinizdə nə qədər nağd pul var? Yoxdur. Nağd pulunuz yoxdur. Sizdə? 10 manat var. 10 manat nağd pulunuz var üzərinizdə. Tamam. Onda mən sizə 2 dənə sual verəcəm. Əgər bu suallara düzgün cavab verə bilsəz, bizdən 10 manat da qazanacaqsınız. Buyurun. Pul gətirər. Kitabxanada ən çox axtarılan janr hansıdır? Fantastika, dedektiv, poeziya, tərcümeyi hal. Sizdə Xerox var. Sual bir də təşkil eləyərsən. Kitabxanada ən çox axtarılan janr hansıdır? Fantastika, dedektiv, poeziya, tərcümeyi hal. Sizdə Xerox var. Yəqin ki, K variantı olar. K variantı seçirsiniz. Dəqiq. Bəli. Sizdə Xerox var variantını seçir. Təəssüf. Bu səhv cavabı idi. Düzgün cavab B variantı dedektiv idi. Kamran bəy, siz bizim bu buraxılışdakı birinci iştirakçımızsınız. Onun üçün mən sizə istəyirəm ikinci bir şansı verim. Pul gətirər. Azərbaycan dilində ən çox işlənən sait hansıdır? E, O, İ, A. Heç biri işlənmək istəmir. A saytı olar yəqin. A saitini seçirsiniz. Kamran bəy doğrudur. A variantı düzgün cavab idi. Təbrik edirəm sizi. Əgər hazırsınızsa, keçək ikinci sualımıza. Pul gətirər. Qızıl Orda hansı imperiyanın tərkibində yaranmışdı? Roma, Monqol, Osmanlı, Rus, Kürdəmir. Monqol imperiyası. Monqol imperiyasını seçirsiniz. Və bir daha. Kamran bəy, təbrik edirəm sizi. Monqol düzgün cavabıydı. Siz bizdən 10 manat uduş qazandınız. Təbrik edirəm sizi. Zəhmət olmasa Kamran bəyin uduş məbləğini təqdim edək. Buyurun. Saya bilərsiniz. Ehtiyac yoxdur, yəqin ki, düz olar. Sayın. Zəhmət olmasa sayın. Düzdür. Bir daha təbrik edirəm sizi Kamran bəy. Sağ olun. Birinci iştirakçıdan artıq qazanan çıxdı. Xeyirli uğurlu olsun. Bugün nəsə xeyirli gün oxşuyur. Gedək o birisi iştirakçımızı seçək. Gəl. Pul gətirər. Xanımlar salam. Üzərinizdə nə qədər nağd pul var? Mən nağd istifadə eləmirəm. Nağd istifadə eləmirsiniz. Ancaq kartdan. Başa düşdüm. Çox sağ olun. Pul gətirər. Xanım salam. Üzərinizdə nə qədər nağd pul var? Yoxdur. Kartdadır. Çox sağ olun. Çəkilmək istəmirsiniz? Yox, vallahi mən utanıram. Xanım salam. Pul qazanmaq istəyirsiniz? Sağ olun, siz də sağ olun. Pul qazanmaq istəyirsiniz? Siz də sağ olun. Pul qazanmaq istəyirsiniz? Sağ olun. Bugün heç kim pul qazanmaq istəmir. Bu veriliş məşhurlaşanda özünüz yaxınlaşacaqsınız. Üstünüzdə nə qədər nağd pul var? Haycan? 50-60 manat. 50-60 manat. Tamam, mən sizə 2 dənə sual verəcəm. Əgər siz o suallara düzgün cavab verə bilsəz, bizdən cibinizdəki pul qədər pul qazanacaqsınız. Razısınız? Ha. Biraz yüksəkdən zəhmət. Tamam. Adınız necə oldu? Elman. Elman bəy. Hazırsınızsa başlayaq. Pul gətirər. Dünyada ən çox danışılan dil hansıdır? İspan, Çin dili, Hind, İngilis dili, bədən dili.
İngilis dili. İngilis dilini seçirsiniz. Son qərarınızdır Elman bəy. Bəli. Vaxtınız var, tələsməyə bilərsiniz. Sual bir də verin. Bir də təkrar edirəm. Dünyada ən çox danışılan dil hansıdır? İngilis dili, İspan dili, Çin dili, Hind dili və bədən dili. İngilis seçir. İngilis dili son qərarınız. Doğrudur Elman bəy, siz düzgün cavab verdiniz. Dünyada ən çox danışılan dil İngilis dilidir. Təbrik edirik sizə. Hazırsınızsa əgər, keçək ikinci sualımıza. Bol pul gətirər. İlin ən uzun gecəsi hansıdır? Ekinoks, çillə gecəsi, yaz bərabərliyi, günəş tutulması, gecələr bulaqbaşı. Gecələr bulaqbaşı mahnısını bilirsiniz? Xeyr. Heç eşitməmisiniz. Gecələr bulaqbaşı, ram 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 bam parabam. Onun zümzüməsi idi. Ram bam 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 pararam. Sil gecəsi. Sil gecəsi. Çillə gecəsini seçirsiniz. Son qərarınızdır Elman bəy. Vaxtınız bitdi. Çillə gecəsi seçirsiniz. Elman bəy, doğrudur. Çillə gecəsi düzgün variantı idi. Elman bəy, təbrik edirəm sizi. Siz bizdən 50 manat məbləğində uduş qazandınız. Zəhmət olmasa öz üzərinizdəki məbləği də göstərin. Biz sizə uduş məbləğinizi təqdim edək. Elman bəyin 50 manatı var idi. 2 dənə düzgün suala cavab verdi və bizdən 1,50 manat daha qazandı. Təbrik edirəm, xeyirli olsun. Zəhmət olmasa Elman bəyin uduşunu təqdim edək. Buyurun. Təbrik edirəm sizi. İstəsəz sayın. Açın, baxın. Təbrik edirəm Elman bəy. Çox sağ olun. Sağ olun. Bugün nəsə yaxşı başlamamışıq deyəsən. Bol pul gətirər. Can, Aycan, nə demək istəyirsən? Azərbaycanın ən böyük dünya hansı dünyadır? Onu işarəyə qoyun. Allah saxlasın. Bol pul gətirər. Dostlar, salam. Üzərinizdə nə qədər nağd pul var? Bilmirəm. Saya bilərsiniz? Sayaram bəli. 20, 40, 45, 50, 60, 61, 62, 63. 63 manat. Gəlin belə eləyək. Mən sizə 2 dənə sual verəcəm. Əgər siz bu 2 sualın ikisinə düzgün cavab verə bilsəz, bizdən 62 idi, 63. Bizdən 63 manat da qazanacaqsınız. Birinə cavab versəm, birinə cavab versəm. Yəni birinə səhv cavab versəz, təəssüf ki, uduzursunuz. 2 dənə sualımız var. Hazırsınızsa başlayaq. Yəni başlayaq. Bol pul gətirər. İnsan skeletində neçə cüt qabırğa var? 10, 12, 14, 8, 2 porsfer dalçı baxarıq. Necə? Bu K variantı idi. 2 porsfer darçı bax. Dalçı baxarıq. Bu Kamilin variantıdır. Bir də deyə bilərsən. Deyim də sizə. İnsan skeletində neçə cüt qabırğa var? A 10, B 12, C 14, D 8, K 2 porsfer dalçı baxarıq. K-ni seçsəm nə olur? Sizin cavabınız olacaq. Mən sizə sonra deyəcəm ki, düzdür yoxsa səhvdir. K-ni niyə seçirsən? 12-də. İstəyirsiniz biraz fikirləşin. B variantını seçirsiniz. 12. B variantı 12 düzgün cavabıdır. Təbrik edirəm sizi. Hazırsınızsa keçək növbəti sualımıza. Keçək. Bol pul gətirər. GTA 5-də 3 əsas personajın adlarının baş hərfləri nəyi simvolizə edir? Amerika ştatlarını, müəlliflərin adlarını, bank kodlarını, təsadüfdür, Yevlaxın koordinatları. Nə Yevlaxın nə? Yevlaxın koordinatları. Bu Kamilin variantıdır. Nə deyək, Michael, Franklin, MKT. Deyək, Michael. Yadınıza salın. GTA 5-də 3 əsas personajın adlarının baş hərfləri nəyi simvolizə edir? Amerika ştatlarını, təsadüfdür, müəlliflərin adlarını, bank kodlarını və ən böyük ehtimal Yevlaxın koordinatları. Oynamısınız GTA 5-i? Oynamışam, bəli, qutardım. Bağlamısınız. Neçə dəfə?
Bir dəfə. Bir dəfə. Xatırlayırsınız adlarını baş personajların? Xatırlamıram. Prosta mənasını bilmirəm. Nə ifadə edir. Tamam, sizin vaxtınız bitdi. Zəhmət olmasa variantlardan birini seçin. A nə idi? Amerika ştatları. B-də müəllifin adları. Bəli. Müəllif. Müəllif adlarını. Çox təəssüf. Təsadüfdür. Cavab təsadüfdür. Heç bir şeyi simvolizə etmirdi. Bizimlə iştirak etdiyiniz üçün çox sağ olun. Bol pul gətirər. Növbəti iştirakçımızı tapdım. Salam əleykum. Üzərinizdə nə qədər nağd pul var? Nə bilim, onlar bir 100 manatlar bəlkə. Göstərə bilərsiniz. 50, 70, 90, 110, 130, 150. Tam məbləğ 150 götürək onda. Tamam. Adınız necə oldu? Ehtiram. Ehtiram bəy. Ehtiram bəy, mən sizə 2 dənə sual verəcəm. Əgər bu suallara düzgün cavab verə bilsəz, bizdən də cibinizdəki pul qədər pul qazanacaqsınız. Hazırsınız? Buyurun. Başlayaq. Bol pul gətirər. Coca-Cola ilk dəfə hansı ölkədə satılıb? Kanada, Amerika Birləşmiş Ştatları, İngiltərə, Meksika, Sultəpə ətçilər. Mən valla o barədə bilmirəm, amma mənə gəlir ki Amerikada yəni. Yəni fikrimcə Amerika. Son variantınızdır. Yəni vaxtınız var, fikirləşə bilərsiniz hələ də. İstəyirsiniz bir də sayım. Coca-Cola ilk dəfə hansı ölkədə satılıb? Kanada, Amerika Birləşmiş Ştatları, İngiltərə, Meksika, Sultəpə ətçilər. Valla yəni, fikrimcə Amerikada, yəni dəqiq variantı bilmirəm yəni. Son qərarınız Amerikanı seçirsiniz. Amerika düzgün cavabıydı. Təbrik edirəm. Siz birinci suala düz cavab verdiniz. Bol pul gətirər. Babək romanının müəllifi kimdir? Ənvər Məmmədxanlı, Yusif Vəzir Çəmənzəminli, Anar, Çingiz Abdullayev, Bəz qalasının PR meneceri. Bəz qalasının PR meneceri. Bəz qalasının PR meneceri. Son qərarınızdır. Vaxtınız var, düşünə bilərsiniz. Son qərarınızdır. Çox təəssüf. Çox təəssüf. Düzgün variant A. Ənvər Məmmədxanlı idi. Bəz qalasının PR meneceri, o vaxtı PR meneceri anlayışı var idi, yox idi bilmirəm. Bu Kamilin variantı idi. Siz bunu seçdiniz. Məni sevindirdiniz. Çox sağ olun. Sağ olun. Əsrə. O da çox yaxınlaşmışdı. Bol pul gətirər. Üzərinizdə nə qədər nağd pul var? 19 manat oldu. 19 manat. Mən sizə 2 dənə sual verəcəm. Əgər siz o suallara düzgün cavab verə bilsəz, bizdən də 19 manat qazanacaqsınız. Hazırsınız? Bəli. Adınız necə oldu? Turanə. Turanə xanım. 19 manat idi. Göstərə bilərsiniz? 24 manat. Bol pul gətirər. Bitkilərin fotosintez üçün əsas istifadə etdiyi qaz hansıdır? A. Oksigen, B. Azot, C. Karbon qazı, D. Hidrogen, K. Qaz 31. Məncə karbon olmalıdır, səhv eləmirəmsə. Vaxtınız var, fikirləşə bilərsiniz. Karbon olsun. Karbon qazını seçirsiniz. Karbon qazı düzgün cavabdır Turanə xanım, təbrik edirəm sizi. Əgər hazırsınızsa növbəti sualımıza keçək. Buyurun. Bol pul gətirər. NATO hansı ildə qurulub? A. 1945, B. 1949, C. 1951, D. 1957, K. Dolların 78 vaxtı. Əslində burada iki variant 45 və 49 var idi da variantlarla. 45, 49, 51 və 57. Variantların içində dolların 78 vaxtı da var, onu da seçə bilərsiniz. Məncə 49-dur. 49. 49 son qərarınızdır. Bəli olsun 49. Dəqiq fikirləşdiniz? Tamam. ...1949 düzgün variantı idi Turanə xanım. Sizi təbrik edirəm. Siz bizdən 24 manat idi. Siz bizdən 24 manat da qazandınız. Zəhmət olmasa təqdim eləyək. Buyurun.
Zəhmət olmasa pullarınızı sayın. Düzdür? Düzdür. Turayda xanım, sizi bir daha təbrik edirəm. İndi isə mən sizə bonus adlandırdığımız sualı vermək istəyirəm. Bunun şərtləri nədir? Siz əgər bu bonus suala düzgün cavab verə bilsəz, udduğunuz məbləğ qədər yenidən bizdən qazanacaqsınız. Yox, əgər səhv cavab versəz, ümumi uduş məbləğiniz sıfırlanacaq. Əgər risk etmək istəyirsinizsə, sadəcə başlayaq deyin və gedək. Yox, istəmirəm. İstəmirsiniz. Qazandığınız pulu istəyirsiniz. Başa düşürəm. Çox sağ olun iştirak elədiyiniz üçün. Sağ olun, təşəkkür edirəm, minnətdaram. Sağ olun. Sağ olun. Apardılar pullarımızı. Bol pul gətirər. Hal-hazırda üzərinizdə nə qədər nağd pul var? Çox da. Burada yoxsa Üzərinizdə, ümumiyyətlə. 100, çox demir. 100 manatınız var. Mən sizə 2 dənə sual verəcəm. Əgər siz bu suallara düzgün cavabları versəz, bizdən də 100 manat qazanacaqsınız. Hazırsınız? Buyurun. Adınız necə oldu? Ziya. Ziya bəy. Bol pul gətirər. Kafka hansı dildə yazırdı? Çex dili, Alman dili, Yahudi dili, Slovak dili, itin də dilini bilirdi. Bir də təkrarım olar. Əlbəttə. Kafka hansı dildə yazırdı? Çex dili, Alman dili, Yahudi dili, Slovak dili, itin də dilini bilirdi. Alman. Son qərarınızdır. Alman dili doğru variant idi. Ziya bəy sizi təbrik eləyirəm. Biz keçirik ikinci sualımıza. Bol pul gətirər. Dünya üzrə ən uzun müddət hakimiyyətdə olan monarx kimdir? A. 2-ci Elizabet, B. 14-cü Ludovik, C. Viktoriya, D. Hirohito, K. Monarx Ağayev. Burada 50-50 yoxdur da, dosta zəng. Yox. Kimisə köməyi. İstəyirsiniz bir təkrarlayım. Dünya üzrə ən uzun müddət hakimiyyətdə olan monarx kimdir? 2-ci Elizabet, 14-cü Ludovik, Viktoriya, Hirohito, Monarx Ağayev. Viktoriya kimdir? Viktoriya neçənci? Onu bilmirəm. İl yazılmayıb. Ən çox hakimiyyətdə olanda Hakimiyyətdə olan monarx. iki variant arasındayam əslində. Hansıları zəhmət olmasa səsləndirin. Ludovik Yelizaveta ikisindən biri olmalıdır. Vaxtımız bitdi. Zəhmət olmasa seçdiyiniz variantı bizə deyin. Yelizaveta olsun. Elizaveta olsun. Təəssüf. Düzgün variant 14-cü Ludovik idi. 72 il. 72 il. Ziya bəy, sizə təşəkkür edirik iştirak elədiyiniz üçün. Çox yaxşı gəlmişsiniz əslində. Yaxşı, ev yox. Qismət. Sağ olun. Sağ olun. Bol pul gətirər. Biz bugün 100 manata yaxın uduş məbləği qazandırmış olduq. Biz yenə küçədə olacağıq. Bizi görəndə bilin ki, pul qazanacaqsınız. Çünki bizim hər sualımız pul dəyərindədir. Siz Biznes TV-də pul gətirərə baxırdınız. Görüşənədək sağ olun.